Hatəm və qoyun dərisinə girmiş qurd. Biri var idi, biri yox idi. Hatəm adlı bir cavan oğlan var idi. O, anası ilə birlikdə yaşayırdı. Hatəmin bir iti, bir keçisi, bir toyuğu da var idi. Bütün il hər gün toyuq bir yumurta, keçi də bir sərin süd verərdi. Bu südlə yumurta ana balanı elə-belə baş-başa dolandırırdı. Hatəm hər gün toyuğa sarı buğda, keçiyə qara yonca, itə isə fətir yedirdirdi. Keçi hər il 4 dişi bala doğurdu. Amma onun balaları böyüyüb ərsəyə çatan kimi qurd oğurlayıb yeyirdi. Yazıq keçi həmişə gözünün yaşını axıdıb, bala üzünə həsrət qalırdı. Hatəm nə qədər çalışsa da qurdu tapa bilmirdi. Keçinin bir qoyun, bacılığı var idi. Hər gün otla gedəndə bacılığı onun yanına gəlib qəmini dağıdardı. Keçi gününü bu bacılığı ilə keçirirdi. Günlərin bir günü keçi yenə otlağa gəlmişdi. Bir göy çəmənlikdə otlayırdı. İt də onun yanında idi. Bir də gördü budur. Bacılığı ağlaya-ağlaya gəlir. Keçi soruşdu. Qoyun bacı, söylə görüm, niyə ağlayırsan? Qoyun dedi. Ağlayıram, neyləyim? Bircə madar balam var idi. Onu da bu gecə qurd apardı. Qoyunla keçi bir-birinə qoşulub ağladılar. Ürəklərini boşaltdılar. İt otdan zaddan yolub qoyunun qabağına tökdü. Qoyun doyunca ot yedi. Onlarla salamatlaşıb yola düşdü. Getdi, qabağına bir tülkü çıxdı. Tülkü onu görüb dedi. Qoyun bacı, hara gedirsən? Qoyun dişlərini şaqqıldadıb dedi. Ədə, nə qoyun, nə keçi, mən qurdam. Qoyun dərisinə girmişəm, hiylə işlədirəm. Tülkü gülüb dedi. Aha, xoş gördük, qurd lələ. Kələyin ucu yaxşı tapdısan, düzünü de görüm. Bu gün bığının altından nə keçirmisən? Qurd cavab verdi. Tülkü baba, canın üçün 3 gündür ki, dilimə ət dəymir. Tülkü dedi. Özünü yorulmuş bilsən, yoldaşını ölmüş bil. Yaxşı, bəs nə üçün qoyun dərisi geyinmisən? Bunun ki sənə bir mənfəəti yoxdur. Qurd dedi. Bunun mənə mənfəəti çoxdur. Hatəmin keçisi ilə bacılıq olmuşam. O doğub böyüdür, mən də yeyirəm. Nə olsun, indiki açsan? Qurd dedi. Keçi o qədər köçdü ki, dərisinə sığmır. Tükünü çəksən, yerindən yağ damar. Gedək, sən hay-küy sal, mən o aldadıb kənara çəkim, yeyək. Tülkü dedi. Keçi təkmi? Qurd dedi. Yanında bir it də var. Tülkü itin halını eşidib dedi. Dosta xəyanət edən axırda bəlasını çəkər. Qorxuram, qurunun oduna yaş da yana. Qurd dedi. İşini gör, mənim dostluğum elə belə olar. Mən qoyun dərisindən çıxacağam. Gedərik, sən səs eləyib itin ağzını başqa yerə salarsan. Mən də keçini oğurlayaram. Tülkü razı oldu. Qurd qoyun dərisindən çıxdı. Bunlar bir-birinə qoşulub düz keçi otlayan yerin yaxınlığına gəldilər. Burada bir toyuq da var idi. Toyuğu görəndə tülkünün ağzı sulandı. Tülkü qurdu keşikdə qoyub özü çəkilib uzağa getdi və bir neçə dəfə vaqqıldadı. İt onun səsini eşidən kimi hürə-hürə ona tərəf getdi. Qurd fürsəti fəftə verməyib, keçini tutdu. Belinə tullayıb yola düzəldi. Toyuq bunu görən kimi qanad açıb havaya qalxdı
və özünü Hatəmə çatdırıb ağlaya-ağlaya dedi: "Bəs niyə durmusan? Keçini qurd aparır." Hatəm bir başına vurdu, bir gözünə. Bir daban açıb yola düşdü. Toyuq da qanad açıb havaya qalxdı. Bu dəmdə it də gəlib çıxdı. Toyuq göydə, Hatəmlə it də yerdə yel kimi qaçdılar. Onlar kəsə yolla gedib qurdu haqladılar. Hatəm qurdu nişan alıb bir ox atdı. Qurd yaralandı. Qurd keçini buraxıb özünü qayadan tulladı. Yamanca olsa da ölümdən qurtardı. Hatəm keçini götürüb qayıtmağında olsun. Sənə xəbər verim tülkü babadan. Tülkü bir uca yerdən tamaşa edirdi. Hatəm gedəndən sonra yavaş-yavaş qurdun yanına gəlib gördü ki, qurd qızıl qan içərisindədir. Onun yaralarını bağlayıb dedi: "Əhsən sənə qurd lələ, mən səni belə qoçaq bilmirdim. Heç kəs o qovdu, qurtara bilməzdi. Sən qurtardın." Qurd dedi: "Heç eybi yoxdur. Ölmərəmsə, bunun heyfini onlardan çıxaram." Tülkü dedi: "Heç bir şey edə bilməyəcəksən." Qurd dedi: "Tülkü baba, mən yenə də qoyun dərisini girəcəm. Sən məni bazara apar. Bir təhər qoyun adı ilə Hatəmə sat. Gerisi ilə işin yoxdur." Tülkü dedi: "Bir tümən pul versən, bazardan işini alıb cibimə tökəcəm. Sonra səni sataram." Qurd dedi: "Yaxşı, verərəm." Qurd ilə tülkü bir dərzinin yanına gəldilər. Tülkü dedi: "Dərzi qardaş, mənə bir dəst çoban paltarı tik." Dərzi dedi: "Tülkü baba, xeyr ola, çoban paltarı nəyinə lazım olub?" Tülkü dedi: "Qurd lələ bədəməldən əl çəkib, daha heyvan yemir. Bir neçə qoyun almışam, qurdu onlara çoban edəcəm." Dərzi dedi: "İnanan daşa dönsün." Tülkü dedi: "Sənin nə işinə qalıb ki, dərinə edirsən? Pulunu al, paltarı tik ver." Dərzi onlara bir dəst çoban paltarı tikib verdi. Bunlar çoban paltarını götürüb bir xəlvətə çəkildilər. Tülkü paltarı geyindi, qurd da qoyun dərisinə girdi. Tülkü qurdu qabağına atıb bazara gətirdi. Həmin gün Hatəm də bazara gəlmişdi. O gəzə-gəzə tülkünün yanına gəlib qoyunu tanıdı. Qoyunun başını tumarlayıb dedi: "Çoban qardaş, bu qoyun mənim keçimin bacılığıdır. Adam da belə danmazlıq qoyunu satarmı?" Tülkü dedi: "Əlacım yoxdur, əlim aşağıdır, onun üçün satıram." Hatəm dedi: "Mən bu qoyuna müştəriyəm, qiyməti neçəyədir?" Tülkü dedi: "At deyil, dəvə deyil, neçə verərsən ver də." Hatəm dedi: "Ay canım, qiymətini de." Tülkü dedi: "Sənə 3 tümən." Hatəm dinməz söyləməz 3 tümən pul verib qoyunu aldı və evinə gətirdi. Tülkü də bir xeyli ət alıb özünü meşəyə verdi. Hatəmin anası da bu qoyunu tanıyırdı. O çox şad olub qoyunun öz gözündən öpdü. Qoyunu keçi ilə toyuğun yanına apardılar. Onlar da öpüşdülər, görüşdülər, bir məclis düzəltdilər. Keçi nağara vururdu, toyuq zurna çalırdı, şadlıq edirdilər. Bir müddət belə keçdi, amma qurd fürsət tapıb keçini yeyə bilmədi. İt onlardan ayrılmırdı. Qurd ət üzünə həsrət qalmışdı. Gündən günə zəifləyirdi. Bir gün keçi Hatəmə dedi: "Bacılığım günü-gündən zəifləyir. Özü də dodağını dodağının üstünə qoyub, heç nə demir." Hatəm qurddan soruşdu: "Qoyun, dərdin nədir?" Qurd dedi: "Zökəm olmuşam, boğazım ağrıyır."
Hatəm dedi: "Toyuğumuz hər gün bir yumurta verir. Yeyərsən, boğazının ağrısı keçər, zökəm də yaxşı olar." Bəli, Hatəm hər gün toyuğun yumurtasını qurda verirdi. Qurd gündə bir yumurta yeyib ölmə diril dolanır. Keçini aparmaq üçün fürsət gözləyirdi. Bir neçə gündə belə keçdi. Qurd gördü ki, yumurta ilə dolana bilməyəcək. Axırda acından öləcək. Hatəmə dedi: "Mənim zökəmim yaxşı olmadı. Boğazım lap qovuşur." Hatəm dedi: "Keçinin südünü də verərəm, içərsən, yaxşı olarsan." Hatəm hər gün keçidən sağdığı südü də ona verdi. Elə olmuşdu ki, Hatəmlə anası yavanlıq üzrə həsrət qalmışdılar. Bir səhər qurd öz-özünə dedi: "Nə qədər ki, Hatəm evdədir, mən fürsət tapıb keçini apara bilməyəcəm. Yaxşısı budur onu uzaq səfərə göndərim." Axşam qurd Hatəmin yanına gəlib dedi: "Zökəmim lap xarab olub. Get mənə həkim gətir." Hatəmin ona yazığı gəldi. Şəhərə həkim gətirməyə getdi. O gedən kimi qurd keçi ilə toyuğu yanlayıb dedi: "Ürəyim üstümdə durmur. Bir bağçaya çıxaq, ürəyim açılsın." Keçi qoyunu götürüb bağçaya apardı. Qurd hər tərəfə göz gəzdirdi. Hatəm yox, it yox. Bu fürsəti kim buraxar? Birdən sıçrayıb keçini yaxaladı. Keçi dedi: "Bacı, bu nədir? Məni niyə dişləyirsən?" Qurd dedi: "Səsini kəs, dəli olmuşam." Qurd keçinin belinə atıb yola düzəldi. Keçi bircə dəfə bərkdən qışqırdı: "Ay aman, məni qoyun aparır." Toyuq səsə bayıra çıxıb gördü ki, qoyun keçini götürüb qaçırır. Toyuq o saat itə xəbər verdi. Hər ikisi qaçıb Hatəmə xəbər verdilər. Toyuq ağlaya-ağlaya dedi: "Niyə durmusan? Qoyun keçini aparır." Hatəm lap məətəl qaldı. "Sən nə danışırsan? Keçini də qoyun apararmı?" Toyuq dedi: "Danışmaq yeri deyil, apardı deyirəm, tez ol." Hatəm kəsə yolla gedib qurdu qabaqladı. Baxdı ki, budur. Qoyun keçini boğazlayıb ley kimi gedir. Onların hərəsi bir tərəfdən tökülüşüb qurdu tutdular. Qurd əhvalatı belə görəndə özünü dəlliyə vurdu ki, bəlkə onu dəli hesab edərlər. Amma Hatəm onun hiyləsini anladı. Başına bir ip salıb sürüyə-sürüyə evə gətirdi. Keçini ona ürəyi yanıb dedi: "Hatəm, onu həkimə göstər. Bəlkə doğrudan da dəli olub." Hatəm dedi: "Dəli olub, özünü qayadan atsın. Daha səni niyə aparır? Mən bunu öldürəcəm. Yəqin qudurub." Hatəm qılıncı çəkib onu vurmaq istəyəndə, qurd dişlərini şaqqıldadıb zingildədi. Hatəm tez onu yaxaladı. Dərisini boğazından çıxarıb nə gördü? Gördü ki, bu qoyun dərisinə girmiş qurddur. Hatəm onu tanıyıb dedi: "Aha, sən qoyun dərisinə girmiş qurd imişsən. Mən səni göydə axtarırdım, yerdə əlimə düşdün. Sən hər il mənim keçimin 4 balasını yemisən." Qurd nə qədər yalvardısa da, Hatəm onun sözünə baxmadı. Qılıncı çəkib onun təpəsinə vurmaq istədi. Amma yazığı gəldi və onu möhkəm-möhkəm tapşırıb ki, bir də buralara gəlsə, başını bədənindən ayırıb dərisini soyacaq, dedi. Sonra isə onu buraxdı. Qurd dabanına tüpürüb, arxasına baxmadan elə uzaqlara götürüldü ki, bir də o tərəflərə ayaq basmadı. Keçi, toyuq və itlə birlikdə Hatəm ömür boyu kefi kök, damağı çağ yaşadılar. Həmişəki kimi göydən 3 alma düşdü. Biri məni dinləyib,
videonu bəyənənin, biri kanalıma abunə olanın, biri də daimi kanalıma girib maraqlı nağılları dinləyənin.